2026 ildə yaxın zamanlarda həyatı dəyişə biləcək, maliyyə baxımından uğur üçün potensialı yüksək hesab edilən bəzi bürclər haqqında ümumi astroloji proqnoz verilib. Qoç bürcü 2026-da Qoç bürcləri üçün karyera və pul sahəsində həyəcanverici fürsətlər gözlənilir. Öz təşəbbüsünüzlə yeni layihələrə başlayaraq gəlir mənbələrini artıra bilərsiniz. Enerjiniz və liderlik qabiliyyətləriniz işdə sizi irəliyə aparacaq. Xüsusilə yaz və yay aylarında maddi baxımdan sıçrayışlar ola bilər. Şir bürcü Şirlər üçün 2026 ildə maliyyə baxımından ən dinamik dövrlərdən biri ola bilər. Yaradıcılıq və özünü ifadə gücü sayəsində həm karyera, həm də əlavə gəlir yolları tapıla bilər. Payız ayları xüsusilə gəlir artımı üçün əlverişli görünür. Oxatan bürcü Oxatanlar üçün yeni öyrənmə, səyahət və beynəlxalq əlaqələr maliyyə bolluğuna açar ola bilər. 2026-da şanslı fürsətlər daha geniş üfüqlərdən gələcək. Yazda səyahət və təhsil üzrə yeni imkanlar gətirə bilər.